أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم فمن حاجك فيه من بعد ما جاءك من العلم فقل تعالوا ندعو أبناءنا وأبناءكم ونساءنا ونساءكم وأنفسنا وأنفسكم ثم نبتهل فنجعل لعنة الله على الكاذبين صدق الله العلي العظيم. Peyğəmbər alı Peyğəmbərə sələvat çəkək. Allahumma salli ala Muhammed. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, bu günlərdə tutduğumuz orucları ali dərəcədə qəbul eləsin. Bugün cümə günüdür, cümə seyyidül əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən bərəkətli bir gündür. Quran və hədislərə istinad etdikdə bugün o gündür ki, sonuncu xilaskarımızın intizarını çəkdiyimiz zamana imamımızın gəliş günüdür. Bugün o gündür ki, Onur Cəmalın gəlişi ilə, sonuncu hüccətin gəlişi ilə haqsızlığın yer üzərindən gedib, haqqa, ədalətsizliyin aradan gedərək ədalətə, zülmün, sitəminsə kökünün kəsilərək sülhə, əmniyyətə qovuşacağı bir gündür. Allah o günü görməyi cümləmizə nəsib eləsin. Allah dini İslama, müsəlmanlara qüvvət versin. Dinin düşmənlərinə və müsəlmanların düşmənlərini Allah məhv nabud eləsin. Möhtərəm cəmaatımız, əziz müsəlmanlar, möminlər, bugün İslam tarixində ən önəmli günlərdən və unudulmaz bir tarixi bir gündür. Aramızda elm əhli olan tələbə yoldaşlarımız, müəllim, əziz ustadlar var, onlar bilirlər. Bugün Zilhiccə ayının 24-ü mübahilə günüdür. Mübahilə İslam tarixində sözün həqiqi mənasında qızıl hərflərlə tarixin yaddaşına yazılmış bir gündür. Bir sözlə, bu sadəcə bir hadisə deyil, bu haqqın batilə qarşı bir uğurudur və qələbəsidir. Bir sözlə, ailə ilə nur saçaraq tarixin yaddaşında qalan bir tarixi hadisədir. İlk öncə ayə oxuduq Quran-ı Kərimdən mübarək Ali-İmran surəsinin 61-ci ayəsi məhz mübahilə günü ilə bağlıdır. Mübahilə özü hərfi mənası nədir? Ümumiyyətlə bu hadisəyə niyə mübahilə deyirlər? Bugün nə baş verib ki, tarixin yaddaşında belə qalıb? Mübahilə ərəb dilində nifrinləşmək, lənətləşmək mənasındadır. İki şəxsin qarşı-qarşıya və yaxud da bir tayfanın, bir dəstənin qarşı-qarşıya üz-üzə gələrək o deyəni bu deyəni o qəbul etmirsə, sonda Allahdan bəla istəyək. Əgər kim yanlış deyirsə, haqq deyilsə, səhvdirsə, batildirsə, o bəla onu tutsun deyə Rəbbimizdən istənilən bir hadisədir. Bildiyimiz kimi Peyğəmbər salavatullah 13 il Allahın salavat və salamı olsun, Məkkə dönəmində
müşriklərlə çox mübarizə apardı. Çox mübarizə apardı, amma fundamental, köklü, təməlli, özüllü olaraq İslam hakimiyyətini Məkkədə bərpa eləyə bilmədi. Və sonda 13 ildən sonra hamınıza bəllidir, Məkkədən Mədiniyə, Hicri qəməri təqviminin başlanğıc ili, amma milad təqvimi ilə 622-də hicrət eləyir, Məkkəni tərk eləyir, orada hadisələr baş verir, mağarada hörümçək hadisəsi, İmam Əli əleyhissalamın Peyğəmbərin ölüm yatağında yatması, bunlardan keçirik, çünki mövzumuz odur. Bir sözlə Mədinə-i Münəvvəriyə gəldikdə artıq orada möminlər, iman əhli var idi. Orada artoriya yaranmışdı və diqqət etsəz, Quranın xitablarında o ki, surələrdə Məkki, Mədəni ki yazılır, Məkkədə nazil olan, Mədinədə nazil olan, Məkkə dönəmində nazil olan ayələr Yə əyyuhənnas, ey insanlar deyə xitab edilirdi. Çünki orada hələ mömin kontingent yox idi. O cür formalaşmamışdı. Amma Mədinə dönəmində baş verən hadisələrdə, ayələrə baxsaq şə'n nüzulunda ki, bu Mədinədə nazil olub yazılır. Yə əyyuhəlləzinə amənu. Ey iman gətirən insanlar, artıq mömin bir camiyə yaranıb, bir kütlə var, artoriya var və Peyğəmbərə xitab ey möminlər deyə vəhy olunurdu. Və o qəbildən hicrətin 9-cu ili, bəli, 631-ə milad təqvimi ilə 631-ci il idi bu hadisə Peyğəmbər sallallahu bəli, vəfatından bir il öncə hicrətin 9-cu ili 631-ci ildə bu Nəcran hadisəsi, mübahilə günü ilə bağlı olan tarixi bir hadisə məhz bu gün Zilhiccə ayının 24-də baş verən bir hadisədir. Peyğəmbər sallallahu öz qasidlərini, öz səfirlərini, öz carçılarını ətraf şəhərlərə, ölkələrə yollayırdı. Bu Nəcran da Hicazla Yəmən məntəqəsində. Bir çox tarixçilər bu Nəcranın Yəmənlə Hicaz məntəqəsində yerləşən bir yer olduğu vurğulanır. Bəziləri ilə Yəmən ərazisi olaraq, coğrafi ərazi olaraq tarixdə göstərir. Bir sözlə Peyğəmbər sallallahu bu Nəcranlılara da, bunlar nəsrani idilər, xristiyan idilər və sonuncu Peyğəmbəri qəbul etmirdilər. Həzrəti İsa əleyhissalatu vəssalamın, Həzrəti İsa Məsihin dinində o gətirdiyi səmavi kitabdaydılar. Bir sözlə bunlar dəvəti qəbul etmədikləri təqdirdə yazırlar 60 nəfər heyətlə Nəcranlılar Mədiniyə, Peyğəmbər sallallahu bu məsələnin aydınlaşdırmaq üçün və Həzrəti İsa əleyhissalamın ən üstün Peyğəmbər olduğunu isbatlaması üçün 60 nəfərlik, 60 nəfərdən ibarət olan bir heyətlə, dəstə ilə, onların içərisində 3 nəfəri daha önəmli şəxsiyyət idi. Onlardan biri Əbu Harisə İbni Əlqəmə, bu Nəcran tayfasının, qəbiləsinin baş rahibi və dini lideri idi. Həmin dövrdə bu Əbu Harisə İbni Əlqəmə onların ən öndəri idi, ən öndə gedəni və Əbdülməsih. Eyni zamanda bu 60 nəfər bir rəhbərə, ümumi rəhbərlik edən bir nəfər rəhbər təyin etmişdilər. Adı Əbülməsih idi və bir də Eyhəm adlı. Eyhəmsə onların dini və fəlsəfi mövzularında ən mütəfəkkiri idi. Yəni
əgər o qəbilənin hansı bir qəbilə ilə dini, fəlsəfi mövzularda mübahisəsi olardısa, debatı olardısa, Eyhəm onların tərəfindən çıxış edərdi. 3 nəfər də bu 60 nəfərin içərisində özlərinə öndər, başçı təyin edirlər və bunlar gəlirlər Həzrəti Muhammed el-Mustafa sallallahu aleyhi və alihi və səlləm Peyğəmbər sallavatullahın yanına gəlirlər və onlar iddia edirlər ki, Həzrəti İsa əleyhissalam bütün peyğəmbərlərdən əfsəldir. Və dəlilləri də bu olur ki, Həzrəti İsa'nın anası Məryəm əleyhissalam var, amma atası yoxdur. Atasının yoxluğu bu ilahidən olduğundan onlar 3 yerə bölünmüşdülər. Bəziləri Həzrəti İsa'nı Allah bilirdilər, bəziləri Həzrəti İsa'nı Allahın oğlu bilirdilər, bəziləri isə bu üçünü Allah bilirdi. Allah, Həzrəti İsa, Məryəm, üçü də Allahdır deyə 3 dəstəyə bölünmüşdülər. Amma ortaq fikirləri bu idi ki, Həzrəti İsa əleyhissalam bütün peyğəmbərlərdən üstündür. Çünki bunu atasız olaraq xəlq edib. Ana var, ata yox. Bunlarla mübahisə zamanı tarixdə var. Bu ayət-i şərifəni Cənab-ı Cəbrail əleyhissalam Peyğəmbər sallavatullaha vəhyidir. Buyurur ki, onlara söylə, İnnə məsələ İsa indəllah kəməsəli Adəm. Onlara söylə ki, Həzrəti İsa da Allah yanında elə Adəm təkidir. Həzrəti Adəm Peyğəmbər kimidir. Xalaqahu min turabin sümmə qalə lehu kun fəyəkun. Necə ki, Həzrəti Adəm əleyhissalamı torpaqdan yaratdı, ona ol dedi, oldu. Əgər atanın olmamasına görə üstün bilirsinizsə, onda Həzrəti Adəmin nə atası var idi, nə anası. Gərək Həzrəti Adəm Həzrəti İsa'dan nə olsun? Sizin məntiqinizlə, sizin düşüncənizlə. Onda gərək Həzrəti Adəm Həzrəti İsa'dan üstün olsun. Amma Allah deyir, Həzrəti Adəm də İsa'dan üstündür. Çünki necə Həzrəti Adəmi torpaqdan yaradanda ona kun fəyəkun deyib ol deməsi ilə olub, buna da atasız ol deməsi ilə olub dünyaya gəlib. Yəni biz bu suallar bilirsinizmi nə zaman meydana gəlir? Allahın əzəmət və qüdrətinə insanın etiqadı olmasa, yəqini olmasa. Məsələn, bax, bu qədər elm inkişaf eləyib, kompüter, texnologiya, mobil rabitə, sivilizasiya əsri, amma aya, günəşə, bu sistemə, bu galaktikaya Rəbbimiz elə bir nizam verib ki, nə nuru azalır, nə öz orbitindən çıxır, nə oxu ətrafından yayınır. Bir sözlə, Peyğəmbər sallallahu bunlara buyurdu ki, Həzrəti İsa'nın Adəmin fərqi yoxdur Allah yanında. Bunlar qəbul eləmədilər. Dedilər, yox, biz sənin sözü qəbul eləmirik. Elə biz öz fikrimizdə qalırıq ki, qalırıq. Həzrəti İsa üstünüdür. Allah belə o nadanlardan qorusun. Məntiq elmində cəhli iki növə bölüblər. Birinə cəhli bəsit deyirlər, birinə cəhli mürəkkəb. Yəni, sadə proses, bəsit sadədə bilməməzlik, bir də mürəkkəb. Bu mürəkkəb elə həmişə mürəkkəbdir də. Sadənin tərifində deyirlər ki, ankəs ki, nə danət, bedanət ki, nə danət. Huvəl-ləzi lə ya'ləm və ya'ləmü la ya'ləm. O adam ki, bilmir, bilir ki, bilmir. Yəni, itiraf edir, bilmirəm də. Yəni, sadə bir sözlə bitir. Amma bu mürəkkəb çox çətindir. Ankəs ki, nə danət və nə danət ki, nə danət. Bedanət ki, bedanət, halon ki, nə danət. Bir adam bilmir, bilmədiyini də bilmir.
elə bilir ki, bilir, amma halbuki bilmir. Bu çox çətindir. Yəni, o bilməməzliyini bilmədiyi üçün özünü bilici sandığına görə o səhvi düz kimi qəbul edib deyə çox çətindir ona. Onun üçün bir səhvini düzə çıxartmalısın, sonra düzü ona isbatlamalısan. Bu biraz ağırdır. Peyğəmbər sallallahu ayədə, vəhiydə nazil oldu ki, Allah yanında Həzrəti İsa, Həzrəti Adəm təkidir. İnnə məsələ İsa indəllah kəməsəli Adəm, xalaqahu min turabin. Onu torpaqdan yaradıb, sümmə qalə ləhu kun fəyəkun. Ol deyib olub, buna da belə. Dedilər, yox. Növbəti ayə nazil olur. Mübahilə ayəsi, dillərdə əzbər olan ayə ki, ya Peyğəmbər, onlar indi ki, sənə ayə də nazil olandan sonra, haqq gələndən sonra qəbul etmədilərsə, fəmən haccəkə fihi min ba'di ma ca'əkə minəl ilm. Allahdan sənə məlumat gələndən sonra, bilgi gələndən sonra, onlar səninlə yenə höccətləşirlərsə, mübahisə edirlərsə, sözü qəbul eləmirlərsə, fəqul təaləv. Onda onlara bu sözüdür. Denən, gəlin, nəd'u əbnaənə və əbnaəkum. Biz öz balalarımızı, öz uşaqlarımızı, öz oğlanlarımızı, siz də öz balalarınızı, öz uşaqlarınızı. Və nisaənə və nisaəkum. Biz öz xanımlarımızı, siz də öz xanımlarınızı. Və ənfusana və ənfusakum. Biz özümüz, siz də özünüz. Sümmə nəbtəhil. Sonra mübahilə edək. Mübahilə yəni nifrin edək. Allahdan bəla diləyək. Allahdan əzab istəyək. Lənət. Sümmə nəbtəhil fənəcəal lənətəllahi aləl kazibin. Və Allahdan kim yalancıdırsa ona lənət olsun deyə istəyək. Yəni, əgər biz sözümüzdə yalan deyiriksə, Allahın bəlası bizə nazil olsun. Əgər siz yalan deyirsiniz, bilib, amma yalandan bunu inad üzündən qəbul etmirsinizsə, bu söz deyirsinizsə, bəla sizə nazil olsun. Və razılaşdılar. Tarix yazarlar yazır, yer təyin elədilər, səhralıqda, hər kəsin gözü qabağında, toplaşacaqlar, yığışacaqlar. Amma bunlar müdrik və ağıllı insan idilər. Deyir, biraz tez gəlmişdilər, öz aralarında belə məşvərət, məsləhət etmişdilər ki, əgər biz ki, Nəcrandan durub Mədiniyə gəlmişik, onlar Peyğəmbər demir də adı ilə. Əgər o öz qoşunu ilə, öz başının dəstəsi ilə gəlsə, demək biz haqqıq. O qoşunla gəlib öz yerində ərazi üstünlüyü var və biz müharibəyə gəlməmişik, silahsız, sursatsız. O haqq olmadığı təqdirdə bizi üstələmək istəyir. Yox, əgər doğrudan da elə qoşunsuz gəlmiş olsa, demək o öz sözündə haqdır. Bunların içərisində Eyhəm və Məsih Əbu Harisə həmin təyin olan məntəqəyə cəmaat da gəlir. Toplaşırlar, baxırlar, bunlar gəlib, amma hələ Peyğəmbər salavatullah görsənmir. Bunlar, şeytan öz işini görür də, hər şeydə gərək səbirli olasan. Səbir nicatın açarıdır. Bir məsələdə fikir irəli sürməkdə, münasibət bildirməkdə gərək tələsməyəsən, diqqətli olasan. Çünki söz nə qədər ki ağzından çıxmayıb, o sənin əsirundur. Amma elə ki ağzından çıxdı, sən onun əsiri olursan. Düşürsən o dediyin sözün dalıcı onu düzəlmə. Bunlar cəmaatın arasında istehza və məsxəri ilə dedilər, gördünüz, biz haqqıq. Əgər Muhammed düz olsaydı, haqq olsaydı, Allahın salavat və salamı olsun ona, o gələrdi. Demək, bizim haqq olduğumuzu qəbul etdi deyə belə istehza, məsxərə görürlər,
uzaqdan Peyğəmbər sallallahu kiçik bir dəstə ilə, nə ordu ilə, nə sərkərdələri ilə, kiçik bir dəstə ilə təyin olunmuş o mübahilə, nifrinləşmə məntəqəsinə doğru gəlir. Yazırlar, hamıdan qabaq bu Əbu Harisə qabağa keçir, deyir ki, onun yanında gələnlər kimdir? Görürlər, axı Peyğəmbər sallallahu buyurmuşdu ki, əbnaəna və əbnaakum, bu ifadələrdə diqqətli olun. Biz öz uşaqlarımızı, siz də öz uşaqlarınızı. Təsəvvür edin, hadisədə İmam Hüseyin əleyhissalamın 5 yaşı var idi. İmam Həsən əleyhissalamın 6 yaşı. Amma bunlar tərəfdən hamısı 40-ın üstü idi. Tarix yazarlar yazır, bir uşaq belə özləri ilə götürməmişdilər. Bir tarixdə var, Zəməxşəri yazıb, Əhl-i-Sünnə vəl-Cəmaənin böyük təfsir sahiblərindəndir. İmam Hüseyin əleyhissalamı Peyğəmbər sallallahu ağuşuna almışdı. İmam Həsən əleyhissalamın əlindən tutmuşdu. Qızı Zəhra salamullah əleyha sol tərəfində, İmam Əli əleyhissalam da arxasıca gəlirdi. Amma bir tarixdə var, İmam Həsəni sağ əlindən, İmam Hüseyni də sol əli ilə Peyğəmbər sallallahu tutmuşdu. Xanım Zəhra bir tərəfində, Əmirül Müminin Əli əleyhissalam 5 təni ali əba 5 kimsənə yaxınlaşır. Deyir, bu Əbu Harisə ki, onların ən mütəfəkkiri idi. Orada olanlardan, Mədinəlilərdən soruşdu ki, o özü ilə gətirdikləri kimdir? Tanıyırdılar, Mədinə əhli tanıyırdı, dost da tanıyırdı, düşmən də tanıyırdı. Dedilər ki, o qucağında, ağuşunda olan o kiçik nəvəsi, Behiş cavanlarının ağası Hüseyndir. Əlindən tutduğu da böyük nəvəsi Həsəndir. Sol tərəfində olan xanım, dünya və axirət xanımlar xanımın seyyidəsi qızı Fatimə-i Zəhradır və arxasıca yanında da gələn həm yeznəsi, həm birinci imam, həm də ki, əmsoğlu Əlidir. Bu Nəcranlılar, bu xristiyanlar, yəhudilər Əlinin adını çox eşitmişdilər. Deyir, içərilərindən biri dedi, bu o Əli idi ki, Xeybərdə bizim cəngavərləri qətlə yetirib. Biri dedi, Xəndəkdə Əmr ibn Əbdüvədi qətlə yetirən. Bir sözlə bildilər ki, bu Əli Əsədullahul Qalib, Allahın o aslanı, o mücahid şəxs və bunlar öz aralarında dedilər ki, əgər bu haqq olduğunu bilməsəydi, heç vaxtı özü ilə 5-6 yaşında uşağı götürüb gətirməzdi. Gözünün ağı qarası bir qızını özü ilə gətirməzdi. Və orada Əbu Harisə, o 60 nəfərlik heyətin o başçısı, dedi, bu əllər əgər duaya qalsa, dağları yerindən oynadar. Çünki hansı daviyə savaşa qeyrəz Hüseyin ibn Əli, ta 6 gündən də sonra məhərrəmlik gəlir də, Əli Əsqər kimi bir qurbanlıq özü ilə aparsın. Görsən, o biraz zəif olan uşaqları heç vaxtı ora qatmırlar. Bu dünya ümumiyyətlə qanunlarında belə hüquqi müstəvidə qəbul olunsa da ki, uşaqlar və yaşlılar qətl edilməz, amma bugün biz baxıb görürük elə o qanundan dəm vuranlar elə uşaq qatillərinin özüdür. Nə edək ki, belə bir dünyada yaşayırıq. Amma Peyğəmbər salavatullah özünün haqq olduğuna əmin olduğu üçün o körpə uşaqları belə özü ilə aparırdı. Əbu Harisə dedi ki,
Əgər bu savaşda, bu nifrində o özünün haqq olduğunu bilməsəydi, əmin olmasaydı, bu 5 yaşında, 6 yaşında uşağı özü ilə götürməzdi. Və orada onlar təslim olur. Deyirlər ki, biz qəbul edirik. Deyir, biz elə bildik, sən qoşunla gələcəksən. Üstümüzə qoşun yeridəcəksən. Amma biz qəbul edirik, bəli, Allahın əzəmət və qüdrəti o anda məhz həmin an bir kiçik ailə ilə nurun tamamlandığı, həqiqətin isbat olunduğu bir vaxt idi. Peyğəmbər salavatullah öz kiçik ailəsi ilə İslamın qələbə çaldığının və həqiqət olduğunun bu gün, bu hadisədə az bir dəstə ilə böyük bir qələbə, böyük uğura imza atdığı bir gündür. Və bu gün doğrudan da belə desək, haqq yalnız sözlə yox, səmimi duruşla və ailə ilə qorunur. Yəni, onun haqq olmasında, onun o səmimiyyəti, belə bir söz var, deyərlər, sən haqla ol, haqq özü səni neyniyər? Qoruyar. Peyğəmbər salavatullah haqq olduğunu bildiyinə görə, haqq da onu neynədi? Qorudu. Üstəlik, dua meydanı nə qədər doğru olduğumuza inandığımız surətdə qələbə çalar. İnsan duada bizə niyə deyirlər? Elə inamla dua et ki, əmin olasan ki, sözün geri qayıtmayacaq. Allah uzaq eləsin. Məsələn, dar günə düşəndə, çətin günə düşəndə necə inilti ilə dua eləyirsən? Necə hiccə ilə dua eləyirsən? Ağlaya-ağlaya, isqıraq, vura-vura. O anunla adi halın fərq eləyir. Allah uzaq eləsin, məsələn, ölümün dünyası elə bir vaxt qoyulub. Məsələn də bir vaxtdır, Allah heç bir atanı, ananı, övladı ilə imtihana, sınağa çəkməsin. Həkimin pulunu düzəldə bilmirsən, əməliyyatın pulunu düzəldə bilmirsən. İndi məsciddir deyə gəlib gedənlər çox olur. Mən bu halımda çox şahid olmuşam. İnan, elə ağlayırlar, adamın ürəyi parə-parə olur ki, Allah, bu nə səhnədir, bu nə hadisədir. Ona görə məhz Peyğəmbər salavatullahın bu hadisədə kiçik bir dəstə ilə haqqın batil üzərində qələbəsidir. Belə desək, mübahilə günü sadəcə bir hadisə deyil, bu haqla batil qarşılaşmasında bir ailənin nur ilə qələbəsinin tarixi bir günüdür. Bu cür analiz edilir, belə tarixin yaddaşında qalıb və məhz həmin o hadisədən sonra həmin o təthir ayəsi də nazil olur. Pənstəni Ali Əba barəsində ki, Allah Teala Əhzab surəsinin 33-cü surənin 33-cü ayəsində İnnəmā yuridullahu liyuzhibə ankumur ritsə əhləl beyt və yutəhhirəkum təthira. Allah siz əhl-i beytdən bütün pislikləri, bütün çirkinlikləri aparıb və sizi pak və pakizə olaraq yaratmış və sizi pak və pakizə olaraq görmüş. Həmd olsun Rəbbimizə, Allah bizi Əhl-i Beyt əleyhimussalamların ardıcıllarından qərar verib və ayədə qeyd olunan övladlarımız deyəndə İmam Həsənlə İmam Hüseynə işarət idi. Xanımlarımız deyəndə xanım Zəhra salamullah əleyhaya, özümüz deyəndə bu İmam Əli əleyhissalamın fəzilət və mənqəbətlərindən hesab olunur ki, Peyğəmbər salavatullah özü demişdi, özü gedə bilərdi. Amma əmsi oğlu Əlini də özü ilə aparması bir daha mən və Əli bir nurdan yaranmışıq, mən və Əli bu ümmətin atalarıyıq, mən elmin şəhəri, Əli də o şəhərin qapısıdır
şəhərə daxil olmaq istəyən qapıdan daxil olmalıdır. Məni tanımaq istəyən Əlini tanımalıdır. Əli haqla, haqq da Əli ilədir. Bunların isbatı idi. Allahdan diləyək, Allah bu günümüzü cümlə bəşəriyyətə mübarək qərar versin. Allah necə ki, bugün tarixi bir gündür, İslam və müsəlmanların əzəmət və qələbəsidir. Allah elə bugünkü bu günlərimizdə, bu hadisələrdə də İslam və müsəlmanın izzətini günü-gündən artırsın. İslam və müsəlmanlığa uzanan əlləri məhv nabud eləsin. Allahdan diləyək, Allah zəmanə imamımızın gəlişi ilə yer üzərində sülhü, ədaləti bərqərar eləsin. Zülm və zalimları məhv nabud eləsin. Allahım, qəlbimizdə olan hacət və mətləbləri rəva etkinən. Allahım, bizləri bir-birimizə həmişə səmimi, mehriban, məvəddətli, məhəbbətli qərar verginən. Allahım, övladı olmayanlara övladı salihin nəsib elə. Allah cümləmizə halal minnətsiz ruzilər nəsib elə. Allah qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni kənar etkinən. Bu günlərdə imtahan verənlər var, istər ali məktəbə, istər texnikumlara, istənilən bir halda valideynlər, qardaşlarımız, bacılarımız dua istəyiblər. Allahım, onları öz elminlə elmləndirərək imtahanlarında müvəffəq və müəyyəd etkinən. Allahım, sən rəhmansan, rəhimsən, cümlə xəta, nöqsan günahlarımıza qələm-ü əfvi çəkkinən. Bizləri bağışlamamış dünyadan aparma günən. Muhammed və ali Muhammedə üç ucalı Muhammedi salavat zikr elə. Allahümmə salli ala Muhammed. Cəmiyyən xəstələrin acil şəfa tapmasına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. İltiması dua etdiyen xəstəsi olan, müşkül olan insanlarımız var. Həlli rəva olmasından salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən ordumuz, əsgər zabitlərimiz vətənin keşiyində, sərhəddə, səngərdə salamatçılıqlarını salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Dini İslamın qüvvətlənməsinə xatir, din düşmənlərinin məhv nabud olub aradan getmələrinə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən sürücülərimizin salamatçılığına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Evindən, ailəsindən uzaqda olan insanlar var. İşləməyə gedən, oxumağa gedən, ölkədən kənara gedən insanlarımız var. Cümləsinin salamatçılığına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Zindanlarda olan məhbusların, müşküllərin həll olunub, azadlığa qovuşmalarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hacı rəhbəri elədik, cəmaat namaz qıldıq, gözəl muizzəsi ilə könlümüzü oxşadı. Allah ondan razı olsun. Özünün ailəsinin salamatçılığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, ənvatlarının istirahəti ruhuna xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Kərbəla qardaşımız salavat zikr etdirdi, dualar elədi, özünün ailəsinin, balalarının səlamətçiliyinə, xüsusilə bu cəmin nə maddi, mənəvi, istər ailəsində, istər sağlamlığında, işində sıxıntısı var, həllinə salavat zikr edir. Allahümmə salli ala Muhammed və ali